babat planda, yəni səhifəmi vurandan sonra çıxıb belə bir xəbər paylaşdırmaq. Rəsmi olmayan xəbər saytlarına da 5-10 manatdan dönər pulu atıblar. Atan kimi də paylaşdırırlar ki, güya bu işinə bərpa olunubdur. O boyda cənab nazirin işi gücü yoxdur. Anar işinə bərpa edəcək. Hansı ki, 2 ay bundan əvvəl anar işindən özü əmir vasitəsindən qovubdu yəni. Sizcə bu nə dərəcədə məntiqlidir? Uşaq deyilsiniz ki. Başa düşürsünüz, onlar məcburlar özlərini təmizə çıxarmağa. Çünki bu başqa variant yoxdur. Biabır olublar. Onun arvadının səsləri, onların üzür səsləri, arvadının mənim qarşımda alçaltması, bütün bu biabırçılıqlar paylaşılıb deyə məcburlar özlərini təmizə çıxarmağa. Çünki başqa yolu yoxdur bunun. Həyatım, siz benimlə baş edəməzsiniz. Mən tanınıram. Tanınmaqdan əlavə mənim nə qədər səhifələrimi vursanız belə, mən sübutu ilə paylaşıram hər şey. Özünüzü yırtmaqla deyil ki, yəni siz düşünün ki, Fövqəladə Hallar Nazirliyinin adından saxta məlumat yayırsınız ki, güya anar işinə bərpa olunubdur. Təbii ki, bu nazirin öz nüfuzuna xələl yetirmək deməkdir. Bax, elə bu saxta məlumatı paylaşmaq. Amma